Aparıcı Aytəkin Mərdanova övladları ilə istirahətə yollanıb. Aparıcı Çexiyada dincəlir. Praqdan fotolar yayımlayan Aytəkin, oğlu Fərdin ad gününü orada qeyd etdiyini bildirib. Canım oğlum, 18 yaşım mübarək. Bu həyatda sənə bol-bol uğur arzu edirəm hər zaman. Öz uğurlarınla bizi sevindir. Allah səni bütün arzularına çatdırsın. Doğum gününü təbrik edirəm deyə o paylaşımında qeyd edib. Nərgiz, sən görürəm. Soyuq olsa da amma çox xoşdur. Yəni qardan gəzir. Oğlumun musiqiyə həvəsi yoxdur. Onun həvəsi başqa sahəyədir. Çox istəyərdim ki, uşağım musiqini sevsin, duyumu olsun. Musiqi duyumu 1 qram da yoxdur. Bu sözləri müğənni Xatirə İslam Afaqla onlar verilişində deyib. Sənətçi övlad arzusundan danışıb. Çox istəmişəm qız anası olum. Son illər ümumiyyətlə çox istəyirdim. Gənc qızlar qulaq asın və yadda saxlayın. Nəyisə insan işdən istəmir, Allah onu vermir. Hər zaman deyirdim. Allah mənə qız övladı verməsin, Allah da mənə onu axıra qədər vermədi. Son vaxtlar istədim, amma Allah da dedi ki, istəyini qəbul edib alnına belə yazdım. Təzədən onu sənə necə verim? Qeyd edək ki, Fəxrəddin adlı bəylə ailəli olan Xatirənin Emil adlı oğul övladı var. Müğənni Günel Zeynalova Azərbaycanda tamaşaçıların ifaçıları alqışlamamasından gileylənib. İki başlı proqramında qonaq olan sənətçi aparıcıların Türkiyədə yoxsa Azərbaycanda daha çox sevilirsiz sualına belə cavab verib. Məni Ağdamda çox sevirlər, amma hər iki ölkədə tanınıram, ancaq düzünü deyim, bizdə alqışlamaq yoxdur. Doğrunu deyək, ancaq deyirik ki, bizi alqışlayın. İnşallah yavaş-yavaş onlar sənət aləmində belə alqışlanırlar. Bir məclisdə sevdiyimiz müğənni çıxır, sənət adamları oturur və alqışlamır.